Salam aleykum. Deməli, sink karbonat, kalsiyum karbonat. Bunlar bir yerdə 477 qramdır. Çünki xətt buradan başlayır. Amma 477'nin nə qədər sink karbonatdır, nə qədər kalsium karbonatdır bilmirəm. İndi burada biz bilirik ki, sink karbonat da parçalanacaq. Sink oksit üstəgəl CO2 bilmirəm tam parçalanacaq yoxsa müəyyən hissəsi. Biz bilirik ki, kalsiyum karbonat da parçalanacaq. Ancaq bilmirəm tam parçalanacaq yoxsa müəyyən hissəsi. Burada da yazıb ki, reaksiyadan sonra alınmış bərk qalıqda, yəni reaksiyadan sonra alınan bərk qalıq budur. Orada kalsiyum oksit 10,5%'dir. 400 vurulsun 10,5 bölünsün 100. Bu zaman 42 qram son bərk kütlədə kalsiyum oksit var. İndi gəlin görə bu 42 qram kalsiyum oksitdə neçə qram kalsiyum var? Hansı ki 56 qram kalsiyum oksitdə 40 qram kalsiyum var. Bu da eləyir deməli 30 qram kalsiyum. Deməli 400 qram son bərk qalıqda 30 qram kalsiyum var. 30 da həqiqətən 400'ün 7,5%'ni təşkil edir. Bu da bizə nə demək istəyir? Son bərk qalıqda kalsiyum karbonat yoxdur. Ancaq kalsiyuma uyğun kalsiyum oksit var. Çünki bu 30 qramı biz 42 qram kalsiyum oksitdən tapdıq. Kalsiyum karbonatdakı kalsiyum da olsaydı onda biraz rəqəm böyük olardı. Bu da deməkdir ki, biz ancaq burada gözümüzü tikirik kalsiyum oksidə. Kalsiyum karbonatdan ancaq kalsiyum oksit mövcuddur. Bu da o deməkdir ki, son bərk qalıqda kalsiyum karbonat yoxdur. Bu da o deməkdir ki, kalsiyum karbonat tam parçalanıbdır. Deməli, indi artıq biz müəyyənlədik ki, ilkin qarışıqda bu 28 sonra tam parçalanan duz nədir? Deməli, kalsiyum karbonatdır. Və orada da sonda dedik ki, 42 qram burada kalsiyum oksit var. 42 qramın köməyi ilə tapaq görə bu tam nə qədər parçalanıb? Bura yazıram 56. 42 vurulsun 100 böl 56 75 qram. Deməli, kalsiyum karbonat 75 imiş ilkin qarışıqda. Onun da hamısı parçalanıb 42 qram kalsiyum oksid olub. O 42 qram kalsiyum oksiddə 30 qram kalsiyum var idi. Bu da həqiqətən 7,5% edir. Biz müəyyən elədik ki, deməli, ilkin qarışıqda tam parçalanan kalsiyum karbonat imiş və o 75 imiş. Onda 477'nin 75'i, 477'nin 75'i əgər kalsiyum karbonat imişsə 402 qramı da sink karbonat imiş. Sonra burada bilməliyik ki, deməli bərk kütlənin qrafikində rəqəm fərqi parçalanma reaksiyasında qazı və suyu təmsil edir. Ona görə 477'dən 400 çıxanda 77 qram deməli CO2'ni bu təmsil edir və görək bu 75 qram kalsiyum karbonat tam parçalananda görək buradan nə qədər CO2 alınacaqdır. 75'i vururam 44'e bölürəm 100'e. Bu zaman buradan 33 qram CO2 alınacaq. Bu 77'nin 33'ü bunun reaksiyasından alınan CO2'dirsə 77 çıx 33 44'ü də buradan alınan CO2'dir sink karbonatdan. Və bu zaman 44 qram CO2 alınanda birinci reaksiyadan buradan 125 qram sink karbonat parçalanır və 402'nin 125'i getdi. 402 çıx 125. Bu zaman son kütlədə, yəni 400'də deməli 277 qram deməli sink karbonat oldu. Bizdən də duzun kütlə payını soruşur son kütlədə 277'ni bölürəm. Son bərk qalıq 400'də vur 100. Bu da eləyir 69,25%. Sink oksidin kütləsini soruşur bizdən. Yəni 44 qram CO2 alınanda birinci reaksiyadan görə nə qədər sink oksid alınacaqdır? 81 qram sink oksid alınacaqdır. Yəni biz bunu da müəyyən elədik. Biz dedik ki, parçalanma reaksiyalarında bərk kütlə fərqi qaza və suya aiddir. İndi bizdə qaz yoxdur. Su yoxdur. Deməli bu qazdır. 77 qram, yəni 477'dən 400 çıxanda bu CO2'dir. 77'ni 44'e bölürəm. Bu eləyir 1,75 mol CO2. Natrium hidroksid də həcmi 500 ml, yəni 0,5 litr, qatlığı da 3. Onda maddə miqdarı 1,5'dir. Natrium hidroksid CO2 ilə reaksiya gedir. 1,5 budur. 1,75 budur.
Bu zaman 1'ə 1 nisbətində 1,5 bundan 1,5 bundan gedir və CO2 artıq qalır. Yəni 1'ə 1 nisbətində nə alınırdı? Biz bilirik ki, natrium hidrokarbonat alınır. Və bu turş duzu və o daha sonra CO2'nin suda məhlulundan getməyəcək. Ona görə o artıq bizə lazım deyil. 1,5 mol natrium hidroksitlə belə 1,5 CO2 reaksiya girir. 1,75'in 1,5'i reaksiya gedir. Qalanı artıq da heç nəyə lazım olmur da. Çünki reaksiya getmir. Və bu zaman biz buradan nə soruşur bizdən? Deməli, duzun kütləsi M yazıram. Bu da 84'dür. 24, 23 üstə gəl 1. Üstə gəl 60, 84. Vururam 1,5'ə. Bu da 126 qram. Deməli, natrium hidrokarbonatın almasını göstərir.